Deməli, bu trigonometrik tənliyin həlli. Biz bilirik ki, burada ilk öncə çevirmə sütunu eləməliyik. 3 bölü 2-də trigonometrik funksiyanın adı dəyişir. Kosinus olur sinus və 270 minus alfa 3-cü rüb olduğu üçün 3-cü rübdə kosinus, yəni verilən funksiya mənfidir. Bu bizə verdi mənfi sinus 2x bərabər mənfi 1. Hər tərəfi mənfi 1-ə vursaq sinus 2x bərabərdir 1. Sinus 1-i üstü hal olaraq alır pi böl 2 üstə gəlinsin 2 pi k-da. Hər tərəfi də 2-yə böldük, eləyir pi böl 4 üstə gəlinsin pi k. Yəni cavab B bəndi. Bu tənliyi ilə verilmiş çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğunu tapmaq üçün çevrənin radiusunu bilməliyik. Buna görə də tam kvadratları ayıraraq çevrənin radiusunu tapmağa çalışaq. X kvadratı üstə gəl y kvadratı minus 6x minus 8y bərabər 0. X kvadrat 6x bilirik ki 2 vurulsun x vur 3 dənə belə gəldiyi üçün 3-ün kvadratı 9-u əlavə edirik. Y kvadratı 8y 2 vur y vur 4 olduğu üçün 4-ün kvadratı 16-ı əlavə edirik. Həmçinin bərabərliyin digər tərəfinə 9 və 16 əlavə elədik. Buradan bura kimi bizə x minus 3-ün kvadratını, bu isə bizə y plus y minus 4-ün kvadratını bərabərdir 25. Deməli, bu çevrənin radiusunun kvadratı 25 olduğu üçün radiusu 5-dir. Çevrənin uzunluğu düsturda 2 pi r olduğu üçün 2 pi vur 5 edir 10 pi. Üçüncü sual deyir ki, bu vektorlar verilmişdir. AC üstə gəl BD vektorunun modulunu tapın. Biz bilirik ki, vektorun komponentlərini tapmaq üçün son nöqtənin koordinatlarından başlağı çıxılır. AC edirsə, S nöqtəsindən A-nın koordinatlarını çıxırıq. 7-dən 2-ni, 9-dan da 4-ü çıxırıq. Bu da həmin vektorun koordinatlarının 5-5 olduğunu göstərir. BD vektoru deyirsə, BD vektorunda da D-dən B-ninkiləri çıxırıq. Yəni 16 çıx 6 və 8 çıx 5. Bu da oldu 13. İki vektor toplandığı zaman uyğun komponentləri toplamaq lazımdır. Yəni absisdən absisi 5-dən 10-u topladıq 15, ordinatla da ordinatı topladıq. Vektorun modulu deyəndə vektorun uzunluğu nəzərdə tutulur və hər bir vektorun modulu onun komponentlərinin kvadratları cəmidir. 15-in kvadratı və 8-in kvadratı, 15-in kvadratı 225, 8-in kvadratı 64, 289 cavab oldu 17. Yəni B bəndi. Deyir, ədəd oxunda 3A ədədindən 5 vahiddən kiçik məsafədə yerləşən ədədləri və A-nın müsbət ədəd olduğunu olur. Tutaq ki, 3A bu nöqtədir. Bunlar 5 vahid məsafədə həm sağda, həm solda ədəd var. Bunlar 5 vahid sağda yerləşən ədəd 8A-dır. 5 vahid sola doğru getsək, həmin ədəd mənfi 2A-dır. Deməli, bizim ədəd 5A vahiddən kiçik məsafədə yerləşirsə, həmin ədəd mənfi 2A ilə 8A-nın arasında yerləşir. Yəni, Y bəndi. 5-ci, loqaritmik bərabərsizliyi həll edin. Loqaritmanın əsası 0,2, yəni 5-də 1 olduğu üçün, 0-1 arasında olduğu üçün azalandır. Azalan olduğu üçün x kvadratı minus 5x plus 7 böyükdür 5-də 1 üstü 0 yazır. Yəni, işarəni dəyişdik. X kvadrat minus 5x plus 7 böyükdür 1, x kvadrat minus 5x plus 6 böyükdür 0. Bu bizə x minus 2, x minus 3 verir. İntervallar üsulu ilə köklərimiz 2 və 3-dür. İntervallara ayırıb işarələri müəyyən etdikdə bizə müsbət aralıq lazımdır. Cavab mənfi sonsuzluqdan 2-yə, 3-dən müsbət sonsuzluğa. Yəni C bəndi. 6-cı sual deyir, bu bərabərsizliyi ödəməyən ən kiçik ədədi tapın. Bunun üçün ilk öncə bu bərabərsizliyi həll eləyək. 3x kvadrat üstə gəl 6, minus 4 üstə gəl 5x böyükdür 0. Yəni 3x kvadrat üstə gəl 5x plus 2 böyükdür 0. İntervallar üsulu ilə bunu həll eləmək üçün köklərini tapar. Deməli, bunu vurğulara da ayıra bilərik. 3x kvadratı üstə gəl 3x üstə gəl 2x üstə gəl 2 böyükdür 0. 3x'i çıxartdıq. Buradan da 2-ni çıxartdıq. Görürük ki, bu x plus 1 ilə 3x plus 2 böyükdür 0'dır. Bunu sıfıra çevirən ədədlər buradan mənfi 1'dir. Buradan da mənfi 3'də 2'dir. Bunları qeyd elədik. Mənfi 3'də 2 və daha doğrusu birinci mənfi 1
Sonra mənfi 3-də 2 gəlir. Ədəd oxunu böldük intervallara, kənarlar müsbət, köklərin arası mənfi. Bunu ödəyən ədədlər mənfi sonsuzluqdan müsbət olduğunu deyirdi deyə, mənfi 1-ə birləşir mənfi 3-də 2-dən müsbət sonsuzluğa. Bu, bunu ödəyən ədədlərdir. Bunu ödəməyən ədədlər mənfi 1-dən mənfi 3-də 2-yə kimi olan ədədlərdir. Bu ədədlər bu bərabərliyi ödəməyən ədədlərdir. Bu aralığa düşən ən kiçik ədəd də mənfi 1-dir. Yəni, cavab olur A bəndi. Trigonometrik funksiyanın rüblər üzrə işarələrinə uyğun olaraq verilmiş bir sual. Deməli, kosinus 145. 145 ikinci rübdür, kosinus mənfidir. Tangens 125 ikinci rübdür, mənfidir. Mənfini mənfiyə vuranda müsbət edir. 135 ikinci rübdür, sinus müsbətdir. Tangens 195 üçüncü rübdə müsbətdir. Müsbəti müsbətə vurduq, müsbətdir. 284-cü rübdür, 4-də tangens mənfidir. 300 4-cü rübdür, 4-də kosinus müsbətdir. Mənfini müsbətə vuranda mənfi. Bizə nə demişdi, hansı mənfidir? Olur C bəndi. Digərlərinə baxaq. 132-ci rübdür, tangens mənfidir. 162-ci rübdür, kotangens mənfidir. Mənfini mənfiyə vurduq, müsbət. 314-cü rübdür, tangens mənfidir. 223-cü rübdür, sinus mənfidir. Mənfini mənfiyə vuranda eləyir müsbət. Yəni, cavabımız oldu C bəndi. 8-ci məsələdə məsələsi anlayışlarına aiddir. Verir ki, AOC və BOE bucaqları bərabərdir. Bu, YOD-nin 3-də 1 hissəsidir. Onda mən YOD-ni 3x ilə işarə eləsəm, YOD bucağını, AOC və BOE bucaqlarının hər birinin dərəcə ölçüsü x olacaq. Və AOB açıq bucaq olduğu üçün bu 4 dənə bucağın cəmi, yəni x, 75, 3x və x. Bunların cəmi 180 olmalıdır. Bu da 5x bərabərdir, 105, x də bərabərdir, 21 deməkdir. Biz x-i 21 tapdıq. Bizdən COY bucağını istəyir və COY bucağı 75 üstə gəl 3x-dir. Yəni 75 üstə gəl 3 vur 21. 75-in də üzərinə 63-ü gəldikdə eləyir 138. Cavab olur B bəndi. 9-cu sual bizdə çevrədə AB diametridir deyir. AMD qövsü 70 dərəcədir. BLY qövsü 60 dərəcədir və ACB. İki kəsən arasında qalan bucaq qövslər fərqinin yarısıdır. Yəni, biz bu axtardığımız bucaq, alfa deyək buna, AB qövsü ilə BY qövsünün fərqinin yarısı olmalıdır. AB qövsü məlum məsələdir ki, 180 dərəcədir. Çünki diametrə söykənmiş yarım çevrədir. Biz DY qövsünü də tapmaq üçün, AB diametri olduğu üçün 180-dən 70 ilə 60-ın cəmini çıxırıq. Bunları çıxdıqda qaldı 50. Deməli, biz 180 çıx 50 böl 2 ifadəsinin qiymətini tapmalıyıq. O da 130-un yarısı 65. Cavab olur D bəndi. Diaqonalları qarşılıqlı perpendikulyar olan düzbucaqlı trapesiyanın oturacaqları 9 və 16 olarsa trapesiyanın sahəsini tapın. Deməli, biz qayda keçmişdik ki, əgər düzbucaqlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyar olarsa, onun hündürlüyünün kvadratı oturacaqların hasilinə bərabər olur. Belə bir qaydamız var. H kvadratı bərabərdir A vur B. İndi bizdə oturacaqlar 9 və 16-dır. Onda belə çıxır ki, hündürlüyün kvadratı 144 olduğu üçün hündürlüyü 12-dir. Trapesiyanın sahəsi oturacaqları cəminin yarısı vur hündürlüyüdür. 9 vur 16 böl 9 təqəl 16 böl 2 vur 12. Bu da eləyir 25 vurulsun 6, yəni 150. Cavab olur A bəndi. 11-ci sual çoxədli bölməsinə aiddir. Bunu standart şəkildə yazılışındakı əmsalların hasili. Biz mötərizələr açıb oxşar hədləri islah eləməliyik ilk öncə. Və mötərizənin qarşısında mənfi olduğu üçün mötərizə daxilindəki bütün işarələri əksinə dəyişərək yazırıq. Olur mənfi x kubu, üstə gəl 4x kvadratı, üstə gəl 8x minus 1. Əmsallar mənfi 1, 4, 8 və mənfi 1-dir. Sərbəst sətli əmsal sayılır. Biz bunların hasilini tapdıqda cavab müsbət 32 eləyir. Yəni B bəndi. Diaqonalları 12-16 olan rombu daxilə seçmiş çevrənin radiyusudur. Tapın.
Bunun üçün bir qaydamız var. Yəni, bu bir nəticə düsturudur əslində. D1, D2 bölünsün 2 kök altda D1 kvadratı üstəgəl D2 kvadratı. Yəni, 12 vur 16 bölünsün 2 vur 12'li kvadratı üstəgəl 16'lı kvadratı. 12 vur 16, 2 vur. Kökün altındakı ifadəni hesablasaq 144 üstəgəl 256 4 elədiyi üçün 20 çıxır. Buradan 2'ni bunu ilə apardıq 6, 6 ilə bunu 2 apardıq 13. 48 böl 10, 4 onda 8. Yəni cavab C bəllidir. Həlləsi silsilə ilə bağlı olan bir sual. Biz bilirik ki, həlləsi silsilədə belə bir xassə var idi ki, indekslərinin cəmi bərabər olan hədlərin hasili bir-birinə bərabərdir. Belə bir qaydamız var idi. Biz baxırıq B3, B12, B7, B8. Hər ikisində indekslərin cəmi, yəni 3 ilə 12'nin də cəmi 15 eləyir. 7 ilə 8'in də cəmi 15 eləyir. Yəni bu deməkdir ki, B3 vur B12 hasili B7 vur B8 hasilinə bərabər olmalıdır. Yəni x kvadrat üstəgəl 8x ifadəsinin qiyməti ilə 9x plus 12 ifadəsinin qiyməti bərabərdir. Buradan da belə bir kvadrat tənliyi çıxdı ki, bu kvadrat tənliyin də kökləri -4 və müsbət 3'dür. Bizə x'in müsbət olduğu verilmişdir. Deməli x 3'dür. Deyir B6 vur B9'u tap. Yenə eyni xassəyə görə görürük ki, B6 vur B9 elə bunlara bərabərdir. Çünki indekslərin cəmi 15 eləyir. Yəni biz hansısa bir ifadənin qiyməti ilə bunu bərabərləşdirə bilərik. Yəni 9 vur 3 üstəgəl 12 edir 39. Yəni 27'nin üstə 12 gələndə neçə eləyir? Kökləri səhv tapmışam. Müsbət 4'lər -3 imiş. Onu da yerlə qoyanda da 4 vur 9 üstəgəl 12. 36, 48 edir uşaqlar. Yəni C bəllidir. Deməli, növbəti sual 14-cü sual kompleks ədədlər bölməsinə aiddir. Buradan Z-i tapmalıyıq. Deyir, im Z-i tap, yəni Z kompleks ədədinin xəyali hissəsinin əmsalını istəyir, im Z. Bunun üçün Z-ləri keçəcək bir tərəfə. Z çıxılsın, I vur Z bərabərdir 5 üstəgəl 2I. Z-i mötərizə xaricinə çıxartsaq, Z bərabərdir 5 üstəgəl 2I bölünsün 1 minus I. Biz bilirik ki, kompleks ədədin sürət və məxrəcini qoşmasına vuraraq bölmə əməlini yerinə yetirirdik. Yəni, sadələşdirmək üçün bunu qoşmaya vurduq. Məxrəcdə 1 çıx I kvadratı, sürətdə 5 üstəgəl 5I üstəgəl 2I üstəgəl 2i'nin kvadratı yazdıq. Bu da I kvadratları -1'ə bərabər olduğunu nəzərə alsaq, deməli bu oldu -2, 5 çıx 2, 3 üstəgəl 7i böl 2. Bunu da 3 böl 2 üstəgəl 7 böl 2i yazaraq 1 10'la 5 üstəgəl 3 10'la 5 i şəklində yazdıq. Bizdən kompleks ədədin xəyali hissəsini istədiyi üçün, yəni i'nin əmsalını istədiyi üçün cavab 3 10'la 5 olacaq. 15-ci sualda funksiyanın ən böyük qiymətini istəyir və biz burada trigonometrik funksiya görürük. Kosinus 3x. Kosinusun qiymətlər çoxluğunun -1 olduğunu nəzərə alsaq, yəni ən kiçik 1, ən böyük ən kiçik -1, ən böyük müsbət 1 olur. Bir dəfə 1'i qoyuruq yerinə, bir dəfə -1'i. -2'də 1 çıx 2 vur -1. Yəni 4'ün üstü -2'də 1 üstəgəl 2, 4'ün üstü 1 10'da 5. 4'ü də 2'nin kvadratı olarak yazsak alırıq 2'nin kubu. Yəni 8. Bir dəfə isə müsbət 1'i qoyuruq. 4 çıx -2'də 1 çıx 2. 4'ün üstü -2 10'da 5. Bunu da 2'nin kvadratının üstü -2 10'da 5 yazsaq 2 üstü -5 32'də 1. Yəni bu funksiyanın qiymətlər çoxluğu 32'də 1 ilə 8 aralığı olur və ən böyük qiymət istədiyi üçün sualın cavabı 8 olur. 16-cı suala baxaq. 16-cı sualı işləmək üçün ortaq məxrəcə gətirməklə başlayaq. Bu kəsirlərin ortaq məxrəci 4 minus kök x, 4 plus kök x. Birincinin sürətini 4 plus kök x-ə vurduq. İkincinin sürətini 4 minus kök x-ə vurduq.
Nöqtəsəlləri açaq. Məxrəcdə 16, yəni 4-ün kvadratı çıx, kök x-in kvadratı olaraq x qaldı. Sürətdə 16 üstəgəl 8 kök x üstəgəl x çıx 16 üstəgəl 8 kök altda x çıx x. Bu zaman x-lər və 16-lar islah gedəcək. Qalacaq 16 kök altda x bölünsün 16 minus x. Verilən şərtə diqqət eləyək. Biz x-i o tərəfə atsaq, 8 kök altda x 16 minus x deməkdir. Yəni, 16 kök altda x böl 8 kök altda x sualın cavabı 2 edəcək. Müstəvini kəsməyən parçanın ucları müstəvdən 8 və 7 cm məsafədədirsə, parçanın ucları bu müstəvdən hansı məsafədə olar? Uzunluğu tapılır daha doğrusu. Deməli, müstəvini kəsməyən bir AB parçası qeyd edək. Bu AB parçasının ucları, yəni A ucundan müstəviyə endirilən A1 perpendikulyarı 7 cm-dir. B ucundan müstəviyə endirilən B1 perpendikulyarı 8-dir. Parçanın müstəvi üzərindəki proyeksiyası A1, B1 parçası deməkdir. Bu 2 kök altda 6-dır. Biz AB-ni axtarıq. Bu sualı işləmək üçün biz A nöqtəsindən A1, B1-ə paralel olan bir C düzxətti çəkirik. Bax, A1, B1-ə paralel olan AC düzxətti çəkirik. Bu zaman təbii ki, bura 7, bura 1, bura 2 kök altda 6 olur. Üçbucaq ABC-dən Pifaqor teoremi edərək AB-ni tapırıq. Yəni, yazırıq ki, AB bərabərdir. 2 kök 6-nın kvadratı üstəgəl 1-in kvadratı, 24 üstəgəl 1, 25, o da bizə verdiyi 5. 45 oğlan və 15 qız olan düşərgədən bərabər sayda oğlan və qız ayrıldı. Bundan sonra oğlanların sayı qızların sayından 600% çox olarsa düşərgədən gedən ümumi şagirdlərin sayını tapın. Deməli, tutaq ki, düşərgədən x nəfər, yəni 45 oğlan var, 15 qız var. Oğlanlardan da x nəfəri getdi, qızlardan da x nəfəri getdi. Bundan sonra oğlanların sayı qızların sayından 600% çox oldu. Bu oğlanlar idi. Bu da qızlar idi. Oğlanların sayı qızların sayından 600% çox olsa, deməli oğlanların sayı, qızların sayı 100% qəbul etsək, oğlanların sayı 700% olacaq. Yəni 600% çoxsa 700% ilə bərabərdir. Bunları ixtisar edib çarpaz vursaq, 45 minus x, 7 vurulsun 15 minus x. 45 minus x, 105 minus 7x. Keçdib tərəfə 6x bərabər 60, x bərabər 10. Bu demək ki, düşərgədən 10 nəfər qız, 10 nəfər oğlan getdiyi üçün ümumilikdə 20 nəfər düşərgədən gedibdir. Teplixonla dəniz gəzintisində uşaqlar üçün biletin qiyməti 3 manat, böyüklərə 5 manatdır. 140 dənə bilet satışından toplanan pul 580 manat olarsa, uşaqlara satılan biletlərin sayı. Tak ki, uşaqlara x ədəd, böyüklərə də y ədəd bilet satılındır. Onda belə çıxır ki, ümumi satılan bilet 140 olduğu üçün x plus y 140-dır. Əgər uşağın biletinin bir ədədinin qiyməti 3 manatdırsa, x ədəd biletdən əldə edilən məbləğ 3x-dir. Böyüklərin bir bileti 5 manatdırsa, böyüklərin y ədəd biletindən əldə edilən məbləğ 5y-dir. Və bu ümumi 580-ə bərabər. Bizdən uşaqların biletlərinin sayını soruşduğu üçün birincini mənf 5-ə vuraq ki, y-lərdən canı qutarsın. Tərəf tərəfə toplanıqda y-lər gedir, mənfi 2x bərabərdir, mənfi 120, x də bərabər olur 60. Yəni, uşaqlara 60 ədəd bilet satılıbdır. Buradan Viet teoreminə aid olan bir sualdır. x1 üstəgəl x2 5m minus 7-dir. Çünki x-in əmsalının əksi olmalıdır. Mötərizənin qabağında mənfi olduğu üçün biz birbaşa müsbət götürdük. Köklərin hasili sərbəst həddə, yəni m üstəgəl 4-ə bərabərdir. Verilən ifadəni ortaq məxrəcə gətirməklə işə başlayaq. Ortaq məxrəcimiz x1, x2 olduğu üçün x2 üstəgəl x1 bərabər 3. Sürətdə yazdıq 5m minus 7. Məxrəcdə m üstəgəl 4. Tənasüblə çarpaz vursaq 3m üstəgəl 12. 2m bərabərdir 19, m də bərabər 9, 15 alarıq. 21-ci sual deyir ki, A və B nöqtələri C nöqtəsindən nəzərən simmetrikdir.
A və B nöqtələri hər hansısa bir C nöqtəsinə nəzərən simmetrikdirlərsə, deməli C nöqtəsi AB parçasının ortasıdır. Onda parçanın orta nöqtəsini tapmaq üçün uc nöqtələrin uyğun koordinatlarını toplayıb yarı bölməliyik. 2 ilə 6-nı toplayıb yarı böldük 4. Mənfi 4 ilə mənfi 6-nı toplayıb yarı böldük mənfi 5. Yəni C nöqtəsi 4 mənfi 5 nöqtəsidir. Və bu nöqtə bu düzxəttin üzərindədir. A-nı tapaq. X-in yerinə aparıb 4'ü, Y-in yerinə aparıb mənfi 5'i yazsaq, 8 üstəgəl 5A bərabər 23, 5A bərabər 15, A bərabər 3 alarıq. A-nı 3 aldıqdan sonra bizim düzxəttin tənliyi belə oldu. 2x minus 3y bərabər 23. Deyir ki, bu düzxətdə perpendikulyar olan düzxəttin bucaq əmsalı. İki düzxət perpendikulyarsa onların bucaq əmsallarının hasili mənfi 1 idi. Bunu yada salaq. Birinci bunun bucaq əmsalını tapaq. Mənfi 3y bərabərdir mənfi 2x plus 23 yazsaq və hər tərəfi mənfi 3'ə bölsək, bu düzxəttin bucaq əmsalı oldu 3'də 2. İki düzxət perpendikulyar olanda K'ların hasili mənfi 1'dir. Deməli, bunun bucaq əmsalı 3'də 2'dirsə, bizim buna perpendikulyar olan bucaq əmsalının mənfi 3'də 2 olduğunu alırıq. Yəni, sualın cavabı mənfi 3'də 2. M parametrinin hansı qiymətində bu cüt funksiyadır? Bunun üçün mötərizələri açaq, sadələşdirək ilk öncə. 9 çıxılsın 12x üstəgəl 4x kvadratı çıxılsın 4mx üstəgəl 4m. Burada da sadələşdirək 4x kvadratı. X olanları bir qruplaşdırıram. 12 üstəgəl 4m vur x və sərbəst ədləri də bir qruplaşdırıram. Deməli, bu funksiyanın cüt funksiya olması üçün buradan x-in tək dərəcədən qüvvəti yox olmalıdır. Yəni, əmsalı 0 olmalıdır. Bu da o deməkdir ki, m gərək mənfi 3 olsun. Burada oxşarlıq sualıdır. 2 dəfə oxşarlıq eləyəcəyik. M-nin, D-nin və AC-nin paralelliyindən. Məsələn, biz yaza bilərik ki, üçbucaq ABC, böyük üçbucaq olan ABC, DBY üçbucağı ilə oxşardır. Deməli, bizə bura 18 verilibdir. Bura 4'dür, bu 5'dir, bu da 6'dır. Bu tərəfin ümumi uzunluğu 15'dir. Biz D-yeni və M-ni axtarırıq. Birinci bu üçbucaqlardan yaza bilərik ki, AC-nin, yəni 18'in DY-yə, bunu bilmirik, bunu axtarırıq DY-yə, bərabərdir BC-nin, yəni 15'in BY-yə. BY də burada nə qədərdir? 9'a bərabərdir. Deməli, biz DY-ni tapmaq üçün DY 18 vur 9 böl 15. Sadələşdirsək, 15 ilə 3'ü ixtisar apardıq. 18 vur 3 böl 5. Yəni 10 tam 10'da 8. 54 böl 5'i. Bu birinci. İkinci oxşarlığımız üçbucaq ABC ilə EBN-dən olar. ABC ilə EBN. Buradan da məqsədimiz M-ni tapmaqdır. Yenə AC-nin, yəni 18'in M elə bunu bilmirik. BC-nin, yəni 15'in B elə. B-in də orada 4'dür. Onda belə çıxır ki, M-in bərabərdir 18 vur 4 böl 15. 15'dən bu ixtisar getdi 3'ə, 24 böl 5 etdi 4 10'da 8. Deməli, M ilə D-nin cəmini istəmişdi. 10 tam 10'da 8 ilə 4 10'da 8'i toplayırıq. Cavab 15 tam 10'da 6 olacaq. 48, 24'də 2 perimetr 48 olan bərabər yan üçbucağın oturacağı 18'dir. Medianların kəsişmə nöqtəsindən oturacağa qədər olan məsafəni tapın. Biz bilirik ki, bərabər yanlı üçbucaqlarda oturacağa çəkilmiş hündürlük median tən bölən üst-üstə düşür. Bu çəkdiyim həm hündürlükdür, həm mediandır, həm tən böləndir. Ta ki, bu O nöqtəsində medianların kəsişmə nöqtəsidir. Birincisi, bunun oturacağı 18'dir. Tutaq ki, yan tərəflərini A desək. Belə çıxır ki, 2A üstəgəl 18 bərabər 48'dir. 2A 30'dur, A 15'dir. Yəni, bunun yan tərəfləri 15'dir. Bura median olduğu üçün 9 bölündü və biz üçbucaq ABH-dan Pifagor teoremi ilə görə BH axtarırıq.
Burada bildik ki 15'dir. 15'in kvadratından 9'un kvadratını çıxırıq. 144 edir 12. Bildiğiniz gibi bu 2'nin birər nisbətində bölünür təpədən başlayaraq. Yəni bura K'dır, bura 2K'dır. 2K üstə gəl K 12, 3K 12, K 4. Bizdən də K'nı istəyir, çünki deyir ki, medianların kəsişmə nöqtəsindən oturacağa qədər olan məsafə, yəni OH parçasının uzunluğunu istəmişdir. 25-ci sual ehtimal nəzəriyyəsi bölməsinə aiddir. Torbada ümumi sayı 25 olan eyni ölçülü qırmızı, sarı və yaşıl kürələr var. Kürələrin sayı diaqramda faizlə göstərilmişdir. Torbadan təsadüfən çıxarılan 3 kürədən ikisinin qırmızı, birinin yaşıl olması hadisəsinin ehtimalını tapın deyir. Deməli, birinci biz 25 kürənin 20% qırmızıdır deyib, 20% tapsaq, deməli 5 dənə qırmızı kürə var. 25 kürənin 40% sarıdır desək, bu eləyir 10 kürə, 10 dənə sarı, həmçinin 10 dənə də yaşıl rəngdə kürə olduğunu müəyyən etdik. Təsadüfən 3 kürə çıxarılır və ikisinin qırmızı, birinin yaşıl olması hadisəsinin ehtimalı. Bu hadisədəki mümkün halların sayı kombinizon 25-dən 3'dür. Yəni 25 dənə kürədən 3'ünü neçə fərqli üsulla seçə bilərik. Bu da 25 faktorial böl 22 faktorial vur 3 faktorial. Yəni 25 vur 24 vur 23 böl 6. 25 vur 4 vur 23 sadələşdirəndə. Bu da bizə 2300 verir. Bu oldu bu hadisədəki mümkün hallarsa. Gələk əlverişli hallara baxaq. Əlverişli hal deyir ki, çıxarılan 3 kürədən ikisi qırmızı, biri yaşıl olsun. Deməli, onda bu hadisədəki əlverişli halların sayı kombinizon 5'dən 2, çünki 5 dənə qırmızıdan ikisi və yanına da 10 dənə yaşıldan biri, yəni kombinizon 10'dan 1. 5 faktorial bölü 2 faktorial vur 3 faktorial və 10 faktorial bölünsün 1 faktorial vur 9 faktorial. Hər ikisi sadələşəndə 10 eləyir, bu da elədi 100. Deməli, bu hadisənin ehtimalı əlverişli halların sayı 100, mümkün halların sayı 2300 olduğu üçün 23'də 1 olacaq.